Deməli, növbəti dərsdə biz terminləri keçəcəyik. Terminlər dedikdə nələr nəzərdə tutulur? Təhsil qanunu 3-ə aid etmişik bunu. Yəni bu mənim öz belə deyim də metodikamdır, strategiyamdır ki, mən bu təhsil qanunlarını 3 hissəyə bölüb keçirəm. 3-cü hissədə də müəllimlərə ən vacib mövzulardan biri olan terminləri keçirəm və bu terminlər sizə tək test mərhələsində imtahan üçün deyil, həmçinin dərsinizdə də, iş prosesində də, müsahibədə də veriləcək mövzulardan biridir. Ümumiyyətlə, kurikuluma aid terminlər dedikdə nələr nəzərdə tutulur? Burada nəzərdə tutulur məzmun xəttidir, alt standartlar, əsas standartlardır, inteqrasiyadır, təlim nəticələridir. Yəni bunlar hamısı birlikdə kurikuluma aid terminlər kimi götürürük. Və biz başlayacağıq birinci məzmun xətti haqqında danışmağa. Hər bir fənnin öz məzmun xətti olur. Yəni Azərbaycan dilinin öz məzmun xətti var, riyaziyyatın öz məzmun xətti var. Məzmun xətti nə deməkdir? Bax, məzmun xətti, fikir verin, məzmun xətti. Yəni ki, bizə məzmunu şagirdlərə ötürməkdə, çatdırmaqda bir istiqamət verir. Yəni xətt nədir? İstiqamətdir. Tutaq ki, Azərbaycan dilindən bugün standartım 1 ilə gəlir. Nə üçün 1 ilə gəlir? Deməli, mənə bu istiqamət verir ki, bugün şagirdlərdə biz dinləyib anlama bacarığını inkişaf etdirməliyik. Yəni o standartlar ki var, indi işləyən müəllimlər bilirlər, işləməyənlərə də inşallah qismət olacaq. Jurnalda standartlar yazırıq 1, 2, 3, 2, 2, 4 və s. Bunlar nədir? Bunlardan birinci gələn rəqəm məzmun xəttini ifadə edir. Ona görə də deyirik ki, məzmun xətti binövrədir, ana xəttdir, leytmotivdir, təlim nəticələrini reallaşdırandır. Və məzmun xətti bir fən daxilində heç vaxt dəyişmir. Bir fən daxilində heç vaxt dəyişmir. Amma hər bir fənin öz məzmun xətti var. Bəs bu nə deməkdir? Nəyə görə deyirik ki, məzmun xətti bir fən daxilində heç vaxt dəyişmir? Misal üçün, 1-ci, 2-ci sinifdə biz Azərbaycan dilini tədris edirik. Bizim standartımız gəlir 1 ilə. Nə dedik? Deməli, 1 ilə gəlirsə, mən bugün uşaqlarda dinləyib anlama bacarığını inkişaf etdirməliyəm. Dinləyib anlamaya aid mətnlər işlətməliyəm, tapşırıqlar verməliyəm. Bax, 11-ci sinifdə də, 9-cu sinifdə də fərq etmir. Bütün siniflərdə Azərbaycan dilində standartımız 1 ilə gəlsə, deməli, dinləyib anlamanı mən uşaqlarda inkişaf etdirəcəm. Elə deyilmi? Ona görə də deyirik ki, bir fən daxilində məzmun xətti heç vaxt dəyişmir. Amma hər bir fənnin öz məzmun xətti var. Məzmun xətti fənni məzmununa istiqamət verir, bizə yol göstərir. Bugün biz şagirdlərdə hansı bacarıqları formalaşdırmalıyıq deyə yol göstərir. Hələ heç bir qeyd aparmırıq, izahdan sonra bunların hər birinin açar məqamını qeyd edəcəyik. Sonra birinci rəqəmimiz dedik, məzmun xəttini ifadə edir. İkinci gələn əsas standartdır. Bax, birinci məzmun xəttidir, ikinci əsas standartdır. Əsas standart, birinci gələn məzmun xətti vardı, hansı ki dedik, ana xəttir, binövrədir, leytmotivdir. Bax, o ana xətti istiqamətləndirir, aydınlaşdırır. Birinci məzmun xəttidir, ikinci əsas standartdır. Əsas standart məzmun xəttindəki istiqamətləri müəyyənləşdirir. Əsas standart əsasən dəyişməzdir. Misal üçün, ibtidai təhsil səviyyəsi üzrə dəyişməyə də bilər. Amma məzmun xətti nə dedik? Dedik, heç vaxt dəyişmir. Və əsas standart fənnin məzmununu ümumi şəkildə ifadə edir. Bəs bu nə deməkdir? Bax, mən belə bunu izah edirəm müəllimlərə. Təsəvvür edin ki, Azərbaycan dilindən, nəyə görə Azərbaycan dilini deyirəm? Hər bir ixtisas müəllimi təbii ki, Azərbaycan dilini bilməlidir. Misal üçün, əsas nitq hissələri bir bölmədir. Elə deyilmi? Mən deyirəm ki, şagird əsas nitq hissələrini fərqləndirir, əsas nitq hissələrini cümlədə ayırır, seçir. Bax, ümumi şəkildə bunu dedim. Ona görə əsas standart fənnin məzmununu ümumi şəkildə ifadə edir. Və əsas standartı daha da aydınlaşdıran, dəqiqləşdirən alt standartdır, 3-cü gələndir. Bax, bir-birinə xidmət edir. Dedik ki, məzmun xətti təlim nəticələrini reallaşdırır. Əsas standart məzmun xəttindəki istiqamətləri müəyyənləşdirir. Alt standartda əsas standartı daha da aydınlaşdırır, dəqiqləşdirir. Bayaq nə dedik? Dedik, əsas nitq hissələri bir bölmədir. Məsələn, deyirik ki, şagird əsas nitq hissələrini fərqləndirir. Mən bunu ümumi şəkildə dedim. Amma indi desəm ki, şagird ismi fərqləndirir, feilin zamanlarını seçir, ayırır, sifətin dərəcələrini fərqləndirir.
dəqiq, aydın, konkret şəkildə mən bunu dedim. Bölmənin daxilində nə etdik? Mövzunu götürdük, dəqiq şəkildə dedik. Oldu 6 standart. Təsəvvür edin ki, əsas standart bir bölmədir. Alt standart o bölməyə daxil olan mövzulardır. Bax, bu məntiqlə yadımızda saxlayaq. Ona görə də nə deyirik? Deyirik, alt standart daim dəyişir. Bu gündən günə, həftədən həftəyə, aydan aya deyil, ildən ilə daim dəyişir alt standart. Nə üçün? Biz nə dedik? Dedik ki, şagird misal üçün ismi cümlədə fərqləndirir. Mən ismi keçirəm uşaqlara. Bəyən birinci sinifdə keçdiyim isimlə, 3-cü, 4-cü sinifdə keçdiyim çətinlik səviyyəsi eyni olur? Xeyr. Xeyr. Alt standart ona görə ildən ilə dəyişir. Mövzular ildən ilə nə edir? Daha da genişlənir, daha da çətinləşir, daha da mürəkkəbləşir. Ona görə daha da dərinləşir. Ona görə deyirik ki, alt standart ildən ilə dəyişir. Və alt standartın açar məqamlarından biri də nədir? Budur ki, şagirdlərin idrak səviyyəsinin dəyişməsini təmin edir. Bax, dəyişmək sözlü yadımızda saxlayacağıq. Şagirdin idraki necə dəyişir? Məsələn, birinci sinifdəki şagirdin idraki ilə 5-ci sinifdəki şagirdin idraki eynidir? Təbii ki, xeyr. Ona görə deyirik ki, necə ki şagird böyüyür, idraki, zəkası böyüyür, dəyişir, alt standart elə ona uyğun dəyişməlidir. Mən 5-ci sinif şagirdinə 1-ci sinifin tapşırığını verə bilərəm? Xeyr. Hər səviyyəyə uyğun tapşırıqlar veririk. Bu da nədir? Bu da bir alt standartdır ki, ildən ilə nə edir? Get-gedə dəyişir, mürəkkəbləşir. Yəni, uyğunlaşdırırıq şagirdin yaşına, sinifinə tapşırıqlarımızı, izahlarımızı. Və biz alt standarta məzmun standartı da deyə bilərik. Alt standart bərabərdir məzmun standartı. Yəni bu üçlük, hansı ki 3 dənə dedik, jurnalda qeyd edirik standartları. Məzmun xətti birinci gəlir, ikinci əsas standart, üçüncü alt. Bunlar üçü birlikdə həm alt standart gedir, həm də məzmun standartı gedir. Yəni məzmun standartı şagirdlərin bilik və bacarıq səviyyəsinə qoyulan dövlət tələbidir. Biz summativ qiymətləndirməni məzmun standartına əsasən aparırıq. Biz gündəlik fəaliyyətlərimizi, planımızı, strategiyamızı, məqsədimizi bu məzmun standartı və ya alt standarta görə edirik. Bizim müəllimin əsas məqsədi gündəlik fəaliyyəti zamanı alt standart və yaxud məzmun standartını reallaşdırmaqdır. Yaxşımı? Daha sonra gəlir inteqrasiya. İnteqrasiya nədir? İnteqrasiya şagirdləri inkişafa və özünü inkişafa istiqamətləndirir. İnteqrasiya təlimi asanlaşdırır. İnteqrasiya odur ki, yəni biz dərsi keçən zaman daha da asanlaşsın deyə nə etməliyik? Mövzular arasında əlaqə yaratmalıyıq, real həyatla əlaqələndirməliyik, məzmun xətlərini əlaqələndirməliyik, yəni inteqrasiya etməliyik, əlaqə qurmalıyıq. Və eyni zamanda biz deyirik ki, inteqrasiyanın 3 səviyyəsi var. Fənüstü inteqrasiya, fəndaxili, fənlər arası. Fənüstü nədir? Fənüstü real həyatla əlaqədir, ən üst səviyyədir. Yəni, biz şagirdlərdə dərsi keçən zaman real həyatı problem həll etməyi, real həyatda olan problemləri, qarşılaşacaqları hər hansı bir situasiyalardan çıxış yolu tapmağa aşılayırıq. Ona görə də keçdiyimiz mövzunu real həyatla əlaqələndiririk. Real həyatla əlaqə varsa, bu fənüstü inteqrasiyadır. Fənlər arası nədir? Misal üçün, ingilis dilində keçirsiniz, tutaq ki, Aytac müəllim ingilis dilindən keçir, isim haqqında keçir. İnteqrasiyadır Azərbaycan dilindən. Uşaqlar, siz Azərbaycan dilində ismi keçmişsiniz, bu haqqda məlumatınız var. Uşağın yadına düşdü, onun üçün asanlaşdı. Biz keçmişik ismi Azərbaycan dilində, isim nədir, hansı suallara cavab verir, asanlaşdırırıq onun üçün təlimi. Və fən daxili. Fən daxilinin 2 növü var. Üfüqi var, şaquli var. Şaquli nədir? Misal üçün, 5-ci sinifdə keçdiyimiz isim keçirik. Uşaqlar, yadınızdan siz 4-cü sinifdə də ismi keçmişsiniz. Və yaxud 7-ci sinifdə sifəti keçirik. Uşaqlar, yadınızdan 6-cı sinifdə, aşağı siniflərdə keçmişsiniz. Şaquli düz xətti, pilləkəndir. Yəni, biz əvvəl keçdiyimiz siniflərdəki mövzularla inteqrasiya edirik. Bu olur şaquli. Yəni, sinifdən sinifə keçdikcə nə edir? Standartlar genişlənir, dərinləşir. Daha sonra var üfüqi. Üfüqi də məzmun xətləri arasında əlaqədir. Misal üçün, Azərbaycan dilində var məzmun xətt, dinləyib, anlayıb oxuma var, yazma var, qrammatik qaydalar var, dil qaydaları var. Bax, biz nə edirik? Dinləyib, anlama ilə oxu bacarığını bir-biri ilə inteqrasiya edirik.
şagird oxuduğunu diqqətlə dinləyir və yaxud yazı ilə şagird oxuduğunu yadda saxlayır, yazır, qeyd edir. Bax, bu da oldu məzmun xətləri